Bu videoya qulaq asın, danışan sufi şeyxidir. Görün nə deyir. لو ورد حتى نص لا تحتفلوا بميلادي وانشغلوا فيما أقامكم الله فيه، لو قال ذلك لاحتفلنا وخالفنا الدليل وقلنا أن الدليل تنازل عن الحق وتقديم الأدب مقدم على الاتباع. Baxın, əziz qardaşlar, söhbət nədən gedir? Peyğəmbərimizin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etmək, mövlud, bundan danışır. Deyir ki, həmin bu sufi şeyxi, Ləv varada həttə nas, əlimizdə belə bir nas olsa, varid olsa ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir, Lə təhtəfilu bimiladi, mənim doğum gününü qeyd etməyin. وَانْشَغِلُوا فِيمَا أَقَامَكُمُ اللّٰهُ فِيهِ, Allah sizi nə ilə məşğul edibsə, onunla məşğul edin. Mənim doğum gününü qeyd etməyin. لَوْ قَالَ ذَلِكَ, əgər deyir Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm belə demiş olsa belə, لَحْتَفَلْنَا, biz yenə də onun doğum gününü qeyd edəcəyik deyir. وَخَالَفْنَا الدَّلِيل, və dəlilə müxalif olacaq. Həmin bu sufi şeyxinin gördüyünüz videoda dediyi sözdür. Baxın, əziz qardaşlar, bu bütün sufilərin əqidəsidir. Bütün əşarilər bunu deyir. Bütün mətrudilər bunu deyir. Bütün bidət əhli bunu deyir. Özünü əhli sünnəyə nisbət edən bidət əhli. İndi bu sufi şeyxi cürət edib bunu cəmaət qarşısında deyə bilir. Rahat. Amma bizdəkilər, o əşarilərdir, mətrudilərdir və s. onlar bunu cürət edib deyə bilmirlər. Amma əqidələri budur, baxışları budur, mövqeləri budur. Necə bilirsiniz, Peyğəmbərin mövludunu qeyd etmək, bayram etmək haqqında heç nə yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm öz doğum gününü qeyd etməyib, sahabələr onun doğum gününü qeyd etməyiblər. Halbuki nə vaxt doğulub bilinirdi. Tabinlər, ondan sonra gələnlər qeyd etməyiblər, ətbəy tabinlər qeyd etməyib. 4 məzhəb imamı, Əbu Hənifə, İmam Məlik, İmam Şafi, İmam Əhməd, heç biri Peyğəmbərimizin doğum gününü qeyd etməyiblər. Mövlud yoxdur. Düzdür? İndi bunlar qeyd edirlər axı, təmtəraqlı şəkildə, bayram edirlər Peyğəmbərin mövludunu. İndi nəsə tapıb deməlidirlər, heç bir şey yoxdur əllərində. Deyir ki, hətta Peyğəmbərimiz demiş olsa, heç nə yoxdur, aydındır. Amma biz qeyd edirik. Hətta deyir, Peyğəmbərimiz belə bir söz demiş olsa, mənim mövludumu, doğum gününü qeyd etməyin, biz yenə qeyd edəcəyik. Maraqlısı nədir? Deyir ki, dəlilə müxalif olacaq. Maraqlısı nədir, əziz qardaşlar? Həmin bu sufi şeyxini danışdırsan, deyəcək ki, biz əhl-i sünnəyik. Təsəvvür edirsiniz? Biz əhl-i sünnəyik. Sünnə əhlinə baxın. Bunlar özlərini sünnəyə nisbət edirlər. Əşarilər də bu cürdür. Mətrudilər də bu cürdür. Və bütün sufilər hamısı bu cürdür. Danışanda car çəkirlər, ağız dolusu, əhl-i sünnə, əhl-i sünnə. Sünnə əhlinin dediyi sözə bax. Hamısı belədir, qardaşım. Bəzisinin cürəti var deyir, bəzisinin cürəti var demir. Cürət edib deyə bilmir. Bu kişi cürət edib deyə bilir bu sözü. Əhl-i sünnəyə baxın, qardaşım. Halbuki Allah Subhanahu və Teala Quranda görün nə deyir? وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَدَ اللّٰهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ. Allah və onun Rəsulu bir iş barəsində hökm edəndə, Allah və Rəsulunun hökmü gəldisə, heç bir mömin kişi və qadına yaraşmaz ki, başqa seçim etsinlər. Yəni, ixtiyar yoxdur. Allah və Rəsulundan nəsə gəldisə, heç bir mömin kişiyə və qadına yaraşmaz. Heç bir mömin kişi və qadının ixtiyarı yoxdur ki, öz işləri barəsində başqa seçim seçsinlər.
başqa ixtiyar seçsinlər. Və mən ya'sillaha və rasulahu fəqad dalla dalalan mubina. Kim Allah və Rəsuluna asilik edərsə, o açıq-aydın bir zəlalətdədir. Əhl-i sünnədilər. Deyir ki, biz eləyəcəyik, dəlilə müxalif olacağıq. Sonra orada belə bir söz deyir. Deyir ki, təqdimul ədəb müqəddəm aləl ittiba. Həmin bu sufi şeyxi deyir. Deyir, Peyğəmbərlə ədəbli olmaq onun yoluna tabi olmaqdan öndədir, qabağa çəkilir. Yəni, nə demək istəyir? Demək istəyir ki, qardaş, heç bir şey varid olmayıb. Yox, hətta əksi varid olub. Biz Peyğəmbəri sevirik, biz Peyğəmbərlə ədəbliyik, bizim qəlbimizdə məhəbbət var. Biz keçirəcəyik. Quran, sünnə nə deyir, demir, fərqi yoxdur bizə. Allahın Rəsulu deyib, keçirmə, biz keçirəcəyik deyir. Biz onu sevirik deyir. Biz ədəbimizi göstəririk, onun doğum gününü qeyd edirik. Özü deyib qeyd eləmə, biz eləyirik deyir. Baxın, əziz qardaşlar, bunlara görə o ədəb, o sevgi, o qəlb, aql, fikir, düşüncə, vallahi hər şeydən qabaqdadır. Quran sünnəni aşıb, təcavüz edib, hər şey eləyərlər, hər şey və eləyiblər də. Allahın adları barəsində, sifətləri barəsində, zatı barəsində, hər şeydə. Biz belə fikirləşirik, deyir. Nə olsun, nə Allahın Rəsulu deyir? Allahın Rəsulu deməklədir. Hanı bizim ədəbimiz? Hanı bizim sevgimiz Allahın Rəsuluna? Elə bil ki, sahabələrdən daha çox ədəblidirlər Allahın Rəsuluna qarşı. Sahabələrdən daha çox sevirlər Allahın Rəsulunu. Allahın Rəsulunu sevən çıxıblar. Və bu, əziz qardaşlar, bu elə belə söz deyil, bu təhlükəli sözdür. Çox şiddətli sözdür. Yenə deyirəm, vallahi bütün o sufilərin halı bu cürdür. Gecə-gündüz denən ki, qardaş, mövlud yoxdur, Peyğəmbər sallallahu aleyhi və səlləm qeyd etməyib. Deyirəm, qardaş, bilirəm, yoxdur. Biz tapıb çıxardacağıq. Hətta deyir, ona görə də, hətta Allahın Rəsulundan belə söz varid olsa, biz yenə eləyəcəyik. Ləhtəfəlnə deyir, və xaləfnə dəlil. Və dəlilə müxalif olacaq. Nə dəlilə? Dəlil vaxtıdır, qardaş. Və bunların sufilərin əqidəsi budur. Dəlil vaxtıdır, əsər vaxtıdır, hədis vaxtıdır. Nə istəyirsən elə. Maraqlısı budur. Sonradan deyir, biz əhl-i sünnəyik. Vallahi əşarilər də bu cür deyirlər. Biz deyəndə ki, qardaş, sizin nə yaxından, nə uzaqdan əlaqəviz yoxdur sünnə ilə. Nə əhl-i sünnə. Belə əhl-i sünnə olur. Dəlilə qarşı sevgiyə bax, məhəbbətə bax. Yoxdur, qardaş. Hava. Ona görə hava əhlidirlər. Nə gəldi eləyirlər. Allah subhanahu və teala bizi öz dinində sabit saxlasın. Və sallallahu və səlləm və barak alə abdihi və rasulihi Muhammed.